Mövzular çoxdur. Birinci başlayaq elə Vitali Balasanyanın açıqlamasından. O deyir ki, Qarabağa bir gün qayıtmaq olar, təhlükəsizlik zəmanətləri verilsə. Və Balasanyanın əslində təcridxanada olan insanlarla demək olar ki, eyni müstəvidə olduğunu bilirik. Hətta daha böyük cinayətlər də törədib, yəni Xocalı qatili olaraq da tanınır. Bəs hansı haqla və yaxud da deyək ki, hansı bir iradə ilə deyir ki, biz ora qayıda bilərik, əgər təhlükəsizlik zəmanətləri verilsə? Bu zəmanəti biz verməyə hazır idik. Vaxtilə Azərbaycan antiterror əməliyyatından sonra erməni əsilli Azərbaycan ərazisində yaşayan əhaliyə belə bir müraciəti müxtəlif üsullarla ünvanlamışdı. Bir, havadan biz vərəqlər buraxmışdıq əhali arasına. Rus kontingenti vasitəsilə müxtəlif belə deyək, radio vasitəsilə belə, Rus kontingenti vasitəsilə belə fikrimizi çatdırmışdıq və antiterrordan sonra yerli əhali hesab elədi ki, ərazidən çıxmalıdırlar. İnandılar oradakı Şahramaniyana, Araykə və s. və ilaxır getdilər. Biz gedəndə belə, son anda belə qala bilirsiniz, bizim mülki əhali ilə işimiz yoxdur, sadəcə şərtimiz birdir. O da Azərbaycan vətəndaşlığı qəbul edib bizim şəxsiyyət vəsiqəsini alacaqsınız. Çünki Ermənistan vətəndaşının Azərbaycan ərazisində nəinki yaşaması, qalması qadağandır. Çünki belə diplomatik əlaqələr yox, bir-birimizdən heç bir münasibətlərimiz yox. Ona görə də bizim ərazidə başqa bir ölkənin vətəndaşının, xüsusilə də münasibətimiz olmayan düşmən bir ölkə vətəndaşının qalması mümkün deyildir. Ermənistanda olan əhalinin 90%-i Qarabağda olan əhalinin 90%-i 0-70 seriyası ilə Ermənistan pasportu daşıyırdı. Və bugün də onların əksəriyyəti, məsələn, uşaqlarını Ermənistanda qeydiyyatdan keçiriblər, onlar yardım ala bilmirlər, məhz bu 0-70-ə görə. Bu pasportu ciblərinə qoyub dünyanı gəzirdilər Ermənistan vətəndaşı adı ilə. İndi Azərbaycana qayıtmaqdan danışırlar. Biz bu təklifi vermişdik. Sadəcə Qarabağda yaşayan erməni əsilli əhalinin böyük əksəriyyəti Azərbaycana qarşı törədilən cinayətlərdə, müharibələrdə, döyüş əməliyyatlarında iştirak etmişdilər. Buna görə də qalmaqda qorxurdular ki, məsuliyyətə cəlb olunacaqlar. Buna görə kütləvi şəkildə getdilər. Diqqət edin, 30 il ərzində toplam deyək ki, 40 min, 50 min maksimum orada yerli Qarabağa harici ola bilərdi. Bir 10 mini getmişdi xarici ölkələrə. 30 min əhali Cənab Prezident də 27 min kimi bir rəqəm səsləndirmişdi. Bu 27 min əhalinin içində bölsək 4 nəsilə, 4 min, 5 min tutaq ki, kişi xeylağı var. Hansı ki, birinci və ya ikinci Qarabağda iştirak edənlər bir yerdə olsun 10 min. Amma görün, nə qədər insan hərbi xidmətə, qondarma qurumda orada bir müdafiə ordusu dırnaq arasında yaratmışdılar. Bu 10 minin hamısı demək olar ki, orada xidmət eləmişdi. Bəziləri müharibə dövründə, bəziləri atəşkəs dövründə, bəziləri vətən müharibəsində iştirak eləmişdi. İştirak eləyənlərdən bir qismi məhv olmuşdu, bir qismi qaçıb getmişdi. Vitali Balasanyan da Azərbaycan ərazilərindən ilk qaçanlardan biri idi. İndi qaçıb hamısı gedib oturublar Ermənistanda Qarabağ davası edirlər. Sual oluna bilər. Əgər Qarabağ sizin üçün bu qədər əziz idisə, niyə orada savaşmadı sonuna qədər?